Avropada Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoqun bərpası zərurəti ilə bağlı müzakirələrin gücləndiyi fonunda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas belə addımların Avropa səviyyəsində əlaqələndirilməsinə çağırır. O deyir ki, Avropalılar Rusiya rəhbərliyi ilə danışmazdan əvvəl əlaqələri koordinasiya etməli və ortaq mövqe formalaşdırmalıdır. Gəlin əvvəlcə ruslarla nələr haqqında danışmaq istədiyimizi müzakirə edək, sonra isə kimlərin onlarla danışacağı barədə qərar verərik deyə Brüsseldə o jurnalistlərə bildirib. Kreml ilə dialoqa qayıtmaq çağırışlarına cavab olaraq Kallas bildirib ki, belə addımlar Avropa səviyyəsində əlaqələndirilməlidir. Gələcək günlərdə uzun müddətli və dayanıqlı sülhə nail olmaq üçün nəyi görmək istədiyimiz barədə fikirlər hazırlayacağıq. Daha sonra uyğun siyahı Avropa İttifaqı Avropa İttifaqı üzv dövlətlərinə göndəriləcək deyə Kallas vurğulayıb. Avropanın Rusiyadan istədiyi güzəştlərdə təxminən söhbət bəzi hərbi, ərazi və humanitar məsələlərdən gedə bilər. Bunlar gərginliyin azaldılmasına, əhalinin təhlükəsizliyinin təmin olunmasına və münaqişə zonasında əsas problemlərin həllinə yönəlmiş tədbirlər ola bilər. Qeyd edeyim ki, Fransa prezidenti Emmanuel Macron Avropa qəzetlərinə verdiyi müsahibədə fevralın əvvəlində Rusiya rəhbərliyi ilə birbaşa əlaqələrə hazırlıq üçün Moskvaya diplomatik müşavirini göndərdiyini təsdiqləyib. Macronun sözlərinə görə o bu təcrübəni Avropa tərəfdaşları ilə də paylaşmağa planlaşdırır və Kreml ilə dialoqa yaxşı təşkil olunmuş Avropa yanaşması qurulsun. Kreml ilə birbaşa əlaqələrin bərpası ideyasını digər Avropa ölkələri ilə yanaşı Baltik ölkələri və Çekiya da dəstəkləyib. Almaniya kansleri Friedrich Merz isə Moskva ilə dialoqun bərpası üzrə razılaşdırılmamış ayrı-ayrı addımları pisləyir. Onun sözlərinə görə müharibənin dayandırılması ilə bağlı bütün Avropa səyləri həm də Avropa daxilində, həm də Ukrayna və Birləşmiş Ştatlarla əlaqələndirilməlidir.